Bu dəqiqə ən çox insanlarımızı yenə də narahat edən çox şikayətlər var, çox xəstəliklər var. Ancaq ən çox insanları narahat edən və haqqında az danışdığımız problemlərdən biri də burun, boğaz nahiyəsində yuxarı tənəffüs yollarında yerləşən, yığışan yığıntılardır. Təbii ki, o yığıntılar müxtəlif səbəblərdən yığılır. Onların yığılma səbəblərini müxtəlifdir. Təbii ki, o müxtəliflərin içərisində eyni zamanda stafilokok, streptokok və göbələş mənşəli yığıntılar olur, səbəb olur. Bəzən görürsünüz ki, insanlar aşırı dərəcədə antibiotik qəbul edirlər. Aşırı dərəcədə antibiotik qəbul edəndə, xüsusilə də uşaqlar çox həssas olurlar. Bəzən bu yığıntılar tək yuxarı tənəffüs yollarını deyil, məsələn, göbələk mənşəli yığıntılar eyni zamanda bütün ginekoloji, uroloji orqanları da əhatə edir, mədə-bağırsaq sistemini əhatə edir və elə bir göbələyin bir xüsusiyyəti var. Göbələk elə ki, şərait yaranır. Şərait yaranan kimi başlayır artmağa və yaşamaq üçün bir mənalı şəkildə ifrazat artır. İfrazat artır və insanlar deyir, doktor, mənim elə bil boğazımdan nə saxır? Burnumdan yox, boğazıma axır burnumdan. Boğazıma axır və səhər gecə durub məcburam onu tüpürməyə. Başqa yolum yoxdur, başqa əlacım yoxdur. Çünki alınmır. Və yaxud da ki, deyir, bilmirəm neyinim, təmizləyə bilmirəm. Fasiləsiz şəkildə o ifrazat gəlir. Düzdür. Səbəblər müxtəlif olsa da, həmin ifrazatın nəticəsində yaranmış yığıntı təmizləmək üçün ki, insanlar rahat danışa bilmirlər, qıcıqlanır, boğazında qıcıqlanma olur, öksürək olur, tez-tez məcbur olur onu tüpürməyə. Bəs nə etməli? Səbəbindən asılı olmayaraq məsləhət görülür ki, onları təmizləmək üçün götürürsünüz dəniz suyunu və onu bir tərəfdən, burnun bir tərəfindən vurursunuz xüsusi şpirislə və o biri burnunuzdan da geri qayıdır. Və yaxud da ki, vurursunuz burnunuzdan, eyni zamanda da ağız boşluğundan geri qayıdır. Və yaxud da ki, ağzınızda qarqara eləyirsiniz həmin dəniz suyuna. Dəniz suyu xeyli dərəcədə təmizləyir həmin yığıntıları. Bundan başqa onu daha da gücləndirmək üçün dəniz suyuna az miqdarda bir neçə damcı yod qata bilərsiniz və yaxud da ki, Perex qata bilərsiniz. Perex də yenə də həmin ifrazatın təmizlənməsinə kömək edir. Bundan başqa şirin biyan kökü götürürsünüz, onu qaynadırsınız